Bundan sonra verilen 79-85 sayılı tapşırıkları cevap vərəqlərində cevaplandırın diye qeyd olunur. Birinci 79 nömrəli misalımız statistikaya aittir. Şagirdin Riyaziyyat Fen Olimpiyadası cevaplandırdığı 4 sualdan ilk üçüne göre topladığı balların ədəd ortası 8'dir. Biz bunun həlinə ait test tapşırıqlarını 5. sınıf din test toplusunda işləmişik. Orada biz A, B, C 3 tane qiymət olarak götürsək onu x3 ile işarələyirik. Ve bunun ədədi orta nəyə bərabər olur? X3 indeksini yazıram. Bölünsün 3'e. Bu bərabərdir 8'e. Onda biz burada x3'ü bərabərdir 8 vur 3 24 almırıq mı? Deməli 3 tane testin cevabı 24'tür. Ve burada dördüncüsünü de əlavə elədikdə onların ədədi ortası 7'dir deyir. Dördüne göre topladığı balların ədədi ortası 7 olarsa bu dördüncü sola göre neçə bal almıştır? Təbii ki biz artıq x3 üstəgə dördüncünü bilmirəm. Misal üçün D ilə işarələyirəm. Artıq bölürəm 4'e. Beraber 7'ye. Bu ise dikkatli olun. Məntiqlə cevap tapa bilərik. X3'ümüz 24 değil mi? Neçəni biz 4'e böləndə 7 eləyir? 7 vur 4. 28'i. X3 24 vardı onsuzda. Deməli burada D'de 4 cevabını əldə edirik. Çünkü 24 topla 4 28 eləyir. 28 4'e böləndə 7'ye bərabər. Belə hesablama yaparsak 24 üstəgəl D bərabərdir. 4 vur 7 28. D de beraber olur 28 çık 24 4 cevabını elde edirik. Yani burada bizden dördüncü suala göre neçə bal almıştır sualını soruşur. Elə cevabımız 4'e beraberdir. Növbəti misalımız düz bucaqlı üçbucağa aittir. 80 nömrəli. Sual verir ki düz bucaqlı üçbucaqda bir katidin hipotenuza nisbəti 4/5 kimidir? Perimetri 85'li hipotenuz uzunluğunu tapın. Biz artık bu misallarda eğer düz bucaqlı üçbucaq dedirsə, hər hansı bir katidinin 4, hipotenuz eğer 5 dedirsə, o da diğer katidin 3 olduğunu bilməlisiniz. Çünkü 3, 4, 5 eləyir. Veyahut da bunu artırsak 4 2'ye vurup 8, 3 2'ye vurup 6, 5 2'ye vurup 10. Bundan evvelki videolarda geniş izah vermişim. Bu ise de çok kenara çıkmak istemiyorum. Sürekli şekilde cevaplarını qeyd edəcəm. Perimetri 48'dir. Bunu siz 3 olduğunu bilməsəz belə yazabilirsiniz. 4'ün kvadratı topla x'in kvadratı bərabərdir 5'in kvadratı. 25'ten 16 çıxırıq. X bərabər kök altı 9'dan da 3 çıxır. Yani belə tapa bilərik. İndi perimetre deyil. Perimetre tapmaq üçün nə edirik? 4K üstəgəl, 5K üstəgəl, burada tapdığımız 3K beraber 48 ve bunların cəmi 4 topla 5 9, 9 topla 3 12, 12K beraber oldu 48'e, K'mız da beraber oldu 48 bölü 12 4 dəfə. K qiymətini 4 aldıq, 3K 3 vur 4 12, 4 vur 4 16, 5 vur 4 de 20'ye beraber. Bizden ile hipotenuz soruşurdu, hipotenuz da 20'ye beraber oldu. Devam edirik. Növbəti misalımız 81 nömrəli. Çok geniş formada bir mesele veriliptir. Meseleni okuyacağım. Kvadrat formasında iki bahçe etrafında perimetre boyunca çekilmiş borular vasıtasıyla sulanır. Bahçelerde su ambarı arasında boruların her birinin uzunluğu 4 metredir. Birinci bahçenin tarafının uzunluğu ikinci bahçenin tarafından 2 metre çok olarsa deyir. Birinci bahçenin sahəsi ikinci bahçenin sahəsinin 2 mislindən 8 kvadrat metre azdır. Sulama için en az ne kadar borudan istifadə etmek lazımdır. Yani en az ne kadar borudan veya da neçə metr borudan yazmalıydı burada. Texniki səhv var. Yine de biz bunun həllini belə göstərməliyik. Birinci növbədə şəkilləri göstərmək istəyirəm. Birinci burada iri kvadrat ve burada sulama üçün hovuz ve burada da balaca kvadrat qeyd olunubdur. Birinci bahçe budur. Bu da ikinci bahçe, ikinci kvadrat. Deyir ki su ambarı budur, su ambarı. Her ikisine 4 metre mesafe var. Ve burada qeyd olundu ki birinci bahçenin tərəfinin uzunluğu ikinci bahçenin tərəfinin uzunluğundan 2 metre çok olarsa. Yani bu x olarsa bu neçə metre olur? X üstəgəl 2. Ve daha sonra qeyd olunur ki bunun sahəsinin 2 mislindən 8 kvadrat metre azdır. İndi bunu biz necə göstərə bilərik? Bunun sahəsini tapmaq üçün indi kvadratın sahəsi A-nı A-ya vururuq. Yəni tərəf-tərəfə vururuq. Burada x topla 2, x. Sahə onda neye beraber olacak? S beraber olacak. X üstəgəl 2'nin kvadratı. Bunun sahəsi S1 bərabərdir. Qeyd edirəm. X kvadratı. Və şərt qoyur ki bunun sahəsinin 2 mislindən 8 metr kiçikdir. Onda biz belə qeyd edə bilərik. X üstəgəl 2'nin kvadratı bərabərdir. Bunun sahəsi x kvadratı 2 misli deyəndə vurursan 2'ye çıxılsın 8 metr azdır. İndi tarazlaşdı, bərabərləşdi birbirine. Burada bunu hesablasak birinci kvadrat x kvadrat üstəgəl birinci ile ikinci hansı 2 misli 2 vurulsun 2x yani 4x üstəgəl ikincili kvadrat 2'nin kvadratı 4 bərabərdir 2x kvadratı çıxılsın 8. Burada biz bütün dəyişənləri sağ tərəf keçirsək solda 0 kalır bərabərdir. Qeyd edirəm 2x kvadratı çıx 8. Bunların hamısını bu yana keçirəm. Çıx x kvadratı çıx 4x çıx 4.
Ve bu da neye beraber olur? Artık rahatlıkla sol tarafı yazabiliriz. 2x kvadratına x kvadrat çıksak kaldı x kvadratı. Çık 4x. Mənfi 8 ile mənfi 4 mənfi 12 beraberdir 0. Ve burada bunun həlli için biz Wiener teoremi vasıtasıyla həll edə bilərik. A1 olduğundan x1 o x2 mənfi 12'ye beraberdir. x1 olsun x2 beraber mənfi 12. x1 topla x2 de x işaretinden b'ye. Burada mənfi 4 x işareti yani 4'e beraberdir. Onda x1'imiz olabilir 6, x2'miz olabilir 2. Şimdi mənfi müsbətə bakmalıyız. 6 vurulsun 2, 12 edir. Toplayanda müsbət 4 olması için onda 2 mənfi olmalıdır ki, vuranda 6 vur mənfi 2, elədi mənfi 12. 6 topla mənfi 2, müsbət 4. Elə burada x1'imiz 6'ya, x2'miz de mənfi 2'ye beraber olduğunu tapdıq. Bizə də əlbəttə ki, müsbət olan cevap lazımdır. O da 6'dır. X tərəfimiz 6 oldu mu? Bu 6, bu da 6. Bəs bu tərəf neçə olacaq? 6 üstəgəl 2, 8'e beraber olacak. Bizden məsələnin şərtində soruşur ki, sulama üçün en az neçə metr borudan istifadə etmək lazım? Nə qədər borudan istifadə etmək lazım? Burada her iki bahçanın perimetreler boyunca borular çəkirlər. Ona göre de biz perimetrini tapmalıyıq. Tərəf 8 ise onda P beraber olur. 8 vur 4, 32 üstəgəl. Bu tərəfi 6'dırsa 4 tərəf olduğunu 4 vur 6, 24. Bu da beraber olur. Perimetreleri 32 üstəgəl 24, 56. 56 metrin içinde neçə dənə 4 metrlik boru var? Onu tapmalıyıq. Ona göre de 56'nı bölürük 4'e. 5'in içinde 4 bir dəfə. 16'da da 4 dəfə. Deməli 14 boru sadece olarak bu bahçelerin perimetre boyunca sarılıbdır. Ve iki boru da burada ve burada olan iki boru mütləq lazımdır ki, su ambarından bahçeye kimi su çəkilsin. Onun için de iki boru burada var. 14 boru da burada var. 14 topla 2, 16 boru. Ümumilikdə neçə borudan istifadə olunubdur? 16 borudan istifadə olunur. Növbəti 82 nömrəli misalımız belədir. Bir məktəbin bütün müəllim kollektivi 4'te 1'i Şuşaya, 5'te 4'ü Xankəndiyə gedir. İkisi ise her iki şəhərə səfər elədir. Bu kollektivdə neçə müəllim var? Bunun izahını da mən başqa bir videomuzda ətraflı şəkildə vermişəm. Burada sürətli olaraq göstərəcəm. Eylerben diagram vasitəsilə həll edirik. Şuşa və Xankəndiyə səfər eləyənlər ortada 2 dənə. Deyir ki, Şuşaya 4'te 1'i, 4'te 1 x, ümumilikdə hamısını x ile işaretləsəm 4'te 1 x çıxılsın 2. Ortada 2 nəfər olduğuna göre x 2'ni mütləq şəkildə çıxmalı. Digərdə 5'te 4'tür. 5'te 4 x çıxılsın 2. Ve bunların cəmi də beraber olmalıdır. Ümumi müəllimlərin sayını biz x ile işaretlədik. Ve olmalı 4'te 1 x çıxılsın 2 üstəgəl 2 üstəgəl 5'te 4 x çıx 2 beraberdir ümumi x sayına. 4'te 1x'ten 5'te 4x'i toplayaq. Mənfi 2 sabit geçsin. Yazırıq onda 20'de 20'ni 4'e böləndə 5. 5 vur 1 5x. Üstəgəl 20'de 20 böl 5 4. 4 vur 4 16x. X'i bölənə keçsin. Çıx x bərabərdir. Mənfi 2'ni önə keçsən müsbət 2 olarak qeyd edirəm. Və burada 20'de 21x çıxılsın. Burada 1 var x'in önündə. Onu biz 20'de 20 kimi yaza bilərik. 20'de 20 x bərabərdir 2. Ve 20'de 21'den 20 çıkanda 1 x beraberdir 2 olur. X de beraber olur. 2 bölünsün 20'de 1 x de beraber olur. 2 vurulsun 1'de 20 yani 40. Ümumi müəllimlərin sayı 40'a beraberdir. Növbəti misalımız 83 nömrəli trapesiye aittir. Trapesiyenin içerisinde romb verilibdir. ABC'de trapesiyanı AB 6 CD 8 CE parçası bu trapesiyanın romb ve düz bucaklı 3 bucağa ayırır. Perimetre ABCD'ni tapın. 83 nömrəli misal. Son 2 misal kaldı. Belə bir trapesiye ait sualdır. Burada belə bir hissə verilibdir. Bu ise romba beraberdir. Bu taraf 6 verilibdir. Bu ise de düz bucak dış bucaktır. Bu mail olan tarafı da 8 verilibdir. Bizden soruşu ümumi trapesiyanın perimetrini. Eğer rombdursa rombun bütün taraflar birbirine beraberdir. Bura 6 ise hamısı 6 6 6 olur. 6 ve 8 de bundan evvelki misalda izah elədim. Eğer bu ise 3'tür 4 ise 5'e beraberdir. Burada da 4 ise 2'ye vururuq 8. 3 2'ye vururuq 6. 5 2'ye vururuq 10. Ve bu şekilde devam edelim. Bundan evvelki videolarda biz bunun hakkında geniş məlumatlar vermişik. Burada onun hakkında danışmaq istəmirəm. Ümumi şekilde belə deyim. 6'ın kvadrat 36, 8'in kvadrat 64, cəmi 100, 100'den de 10 çıktı. P trapesiye beraberdir. 6 üstəgəl 6 üstəgəl 8. Bakın bu şekilde burada kimi devam elədim. Burada 10 topla 6 bir yerde yazabilirim. 16. Bu da beraberdir. 6 topla 6 12. 12 ile 8 20 elədi. 20 topla 16 da 36'ya beraberdir. Bu figürün perimetre oldu 36. Devam edelim. Sonuncu misallarımızdan biri 84 nömrəli
Kater məsələsinə aiddir. Qeyd olunur ki, turistlər motorlu qayıqla iki məntəqə arasındakı məsafəni çayın axını istiqamətə gedib, axını əks istiqamətə qayıdıblar. Yəni bir yerə gedib qayıdıblar. Və ümumilikdə 4 saat var. Gedib gəlməyə 4 saat sərf ediblər. Qayığın öz sürəti 6-dır, çayın axın sürəti 3-dür. Bu məntəqələr arasında məsafəni tapın deyir. S bərabərdir V vurulsun T düsturunu xatırlamalıyıq. S gedilən yol, V sürət. T ise zamandır. Burada V qayığı veribdir. V qayıq bərabərdir 6. V çay bərabərdir 3. Və ümumi zamanların cəmini veribdir. Yəni T1 üstəgəl T2 bərabərdir 4 saat. Bizə verilən bunlardır. İndi buradan biz gedilən yolu S-i tapmalıyıq. Biz bilirik ki, çay axını istiqamətinə gedən çay ona kömək edirsə toplanır. Çayın əksinə isə çıxılır. Çay axını istiqamətinə, yəni yaza bilərik ki, V qayıq üstəgəl V çay vurulsun T zaman bərabərdir S. Və ikinci növbədə necə yaza bilərik? Yenə də V qayıq çıxılsın V çay vurulsun ümumi T zaman, burada da T zaman bərabərdir S. S'lər eynidir axı. Gedəndə də eyni yolu gediblər, qaydanda da eyni yolu qayıdıblar. Yəni yol dəyişmir. Gedilən yol eynidir. İndi burada 6 üstəgəl 3 9 vurulsun T bərabərdir S. Bilmirəm zaman neçədir. Burada da 6 çıxılsın 3, 3'e bərabər 3 vurulsun T bərabərdir S. Bunu T, T1 olaraq qeyd edeyim, qarışdırmayaq deyə. Burada T nəyə bərabərdir? T1 topla T2 qeyd edilmişəm. Bunu T1 edeyim, bu da T2 edeyim. T2, bu da T1. Onda T1'imiz nəyə bərabərdir? S bölünsün 9'a, T2'miz bərabərdir S bölünsün 3'e. Və burada T1 topla T2'ni 4 qeyd eləməmişdik mi? Biz T1'i aldıq S bölü 9, T2'ni aldıq S bölü 3. Onda rahatlıkla qeyd edə bilərik də S bölü 9 üstəgəl S bölü 3 bərabər T1 topla T2 4 axı. Biz burada T1 üstəgəl T2 bərabər 4 yazsa, T1'in yerinə S bölü 9, T2'in yerinə S bölü 3 yazsa bərabər 4. İndi biz burada bunları toplayanda ortaq məxrəci gətirsək, 9 ilə 3'ün ortaq məxrəci elə 9'un özüdür, 9 bölü 9. Bir dəfə S üstəgəl 9'u 3'e böləndə 3, 3 vur S, 3S bərabərdir 4. S topla 3S 4S eləyir. 4S bərabər olur. 4 vur 9. Buradan 4'lər etsə eləsək S bərabər oldu 9 kilometre. Yəni ümumi gedilən yol 9 kilometre bərabərdir. Növbəti sonuncu olaraq funksiyalar və qrafiklərə aid bir maraqlı bir testimiz vardır. Bunun həll üsullarını çox fərqli formalarda göstərənlər var. Mən çox sadə həll üsulunu göstərəcəm. Burada bizə belə bir funksiya verilibdir. Koordinat başlanğıcı nəzərə simmetrik olarsa deyir, AB üstəgəl CD məsafəni soruşur. Birinci növbədə biz baxıb görməliyik. AB, CD nədir? Onu hesablamalıyıq. AB elə buradan bura kimi məsafə deyilmi? AB bu hissədir. AB. CD də buradan bura kimi hissədir. İndi bəs bunun tapmanın asan üsulu yoxdur. Biz onu tapmalıyıq. Birinci növbədə bayaq neçə dəfə dedim mən? 3'ün 4'ə. Yəni bir tərəf 3 olanda, bir tərəf 4 olan hipotenüs nəyə bərabər? İndi bu hissədə buna baxıb bunu görməlisiniz siz. Bu hissə 4'dürsə, bu hissə 3'dürsə, bunun hipotenüsü, yəni bura 3'dürsə, bura da 3'dür. Və yaxud da buradan da göstərə bilərəm. Bura mənfi 3 olsa da 3'dür. Yəni uzunluq olaraq müsbət olaraq götürülür. 3'dür, burada 4'dür. Hipotenüs nəyə bərabərdir? 3, 4 olanda 5'ə. 3'ün kodu 9, 4'ün kodu 16, cəmi 25, 25'dən 5 çıxır. Yəni bu isə 5'dir. Burada da yenə də 3'dür. Bu isə 4'dür, 3, 4'ə görə yenə də 5 oldu. Yəni AB-ni biz tapdıq. 5 topla 5, 10. Vəssalam, bu əldən getdi. Qaldı bir dənə CD-ni tapmaq. CD-ni tapmaqda nə var ki? Biz kvadratik funksiyalarda y bərabərdir x kvadrat topla 5. Həmişə demişik ki, burada kənarda verilən nə varsa sərbəst verilən o y-ə aid, yəni y-i toxunduğu nöqtədir. Misal üçün y bərabərdir x kvadrat üstəgəl 3x topla 20 verilibdir. Y oxunu kəsən nöqtə burada müsbət 20'dir. Çıx 7 olsa mənfi 7'dir yazırıq. İndi isə bu hissədə fikir verin. Sərbəst dayanan 3 deyil. Bunun qarşısında bunun açılışını tapmalıyıq biz. Bizə sadəcə olaraq tam ədəd lazımdır. X, Y olan hissə lazım deyil. Bunun açığı x kvadrat topla 4x vur 2, yəni 8x üstəgəl 16. Bizə o 16 lazımdır. Buradan götürdük 16'nı. 16'nı da vurmalıyıq 4'də 1'ə. Yəni 4'də 1 vurulsun 16 üstəgəl 3. 16 ilə 4 gedir ixtisar. Burada qal 4, 4 topla 3 də 7'yə bərabər. Yəni bu tənliyi biz açsaq, boşluqda verilən ədəd 7'yə bərabərdir. Deməli burada 7'dir. Bu isə 7'dir. Bura 7'dirsə, simmetrikdirsə bu da mənfi 7 olmalıdır axı. Ümumi məsafəni götürsən 7, 7, 14'ə bərabərdir.
AB 10, CD de 14, cəmi de 24 və salam. Bununla da yekunlaşdırdıq. 2 mart tarixində keçirilən 1-ci zonda 11-ci siniflərin buraxılış imtahanları, riyaziyyat suallarının izahları bunlar idi. İndi bundan sonraki videomuzda 9 mart tarixində keçirilən riyaziyyat suallarının izahlarını verəcəm. Beləliklə bu videonun da sonuna gəldik. Növbəti videolarda görüşmək diləğilə. Sağ olun, salamat qalın.